deyil, təbii ki. Yaxşıları var burada, sağ olsunlar. Amma o kiç-kiç yazanlar var. Qırılmış, zənciri qırılmış it oxşuyursanız. Necə ürəkdən daxil? Yandırır Allah, yandırır. Neynəmsən? Mən bu ərimizlə gəlmirəm. Qardaşımla gəlmirəm. Kənanın daşı ağır olub. Mənim öz daşım ağır olub. Mənim öz qardaşımın daşı ağır olub. Cavab vermədim. Özündən at bloqa. Pis yazacaq. Özünə pis. Cavidan tanımadım. Rəşid, inan Allah, mən Azərbaycandan çıxıb getsəm, başqa ölkədə çəkilməyə başlasam da, başqa ölkənin insanlarına özümə qarşı sevgi görsəm, mən bu ölkədən imtina edəcəm. Çünki mən burada bu insanlardan o qədər şeylər gördüm ki, özümə qarşı, o qədər hörmətsizlik gördüm ki, halbuki heç birinə qarşı bir pisliyim olmuyor da. Hələ ki səbr edirəm. Yox, əstəblə, söyüşlərini yoxuram, yaxşıları da oxuram. Amma mən hal-hazırda bəz əsəbiyəm deyənə hamınkini görə bilmirəm. Pərvanə Official, mənə həmişə gözəl sözlər yazan xanım. Bodrumdayım, Güləm. Hüseynov, çox sağ ol. Kəmi geçişinlə məşğul ola, sənə qalmayıb mənim səviyyəmi ölçmək. Sən evindəkilərin səviyyəsini ölçmək. Bu millət bəli, bilmir. Özdə məndən əsə asobu bilmirlər, nə istəyirlər, nə veriblər, nə ala bilmirlər. Valla, mən heç kim heç nə verməyib. Heç kimin haqqını yeməyi də sevmirəm. Heç kimdən borc almağı da sevmirəm. Pul almağı da sevmirəm. Həmişə elədir də, Səviş. Həmişə elədir də, pislərin güvazına yaxşılar da gelir.